Cənab Ali Baş Komandanın əgər bir il gec başlasaydı müharibəni, yenə də biz qalib gələ bilməyəcəkdik. Aprel döyüşlərində olan kimi bir il tezdə başlasaydı, yenə də qalib gələ bilməyəcəkdik. Qarşıdan kənara çıxım, Ukrayna ilə Rusiyanın, iki Slavyan dövlətin bir-birini didməsi bizim xeyrimiz oldu. Bunu heç kimsə, heç bir siyasətçi, heç bir deputat deməz. Amma mən bunu sizə səmimi deyirəm ki, bəlkə də etikadan kənardır. Amma iki Slavyan dövlətinin, Ukrayna dövlətinin və Rusların bir-birini didməsi bizim üçün münbit bir şərait yaratdı ki, biz öz torpaqlarımızı geri ala bilək. Çünki Gümrüdə olan 102-ci batalyon əsas silahlarını və əsas zabitlərini göndərdi Ukrayna tərəfə. Ona görə biz müharibəni uda bildik. Bu birinci şərt. İkinci, bunu dövlətə yaxın insanlar bilir. Bizim hərbiçilərimizin, zabitlərimizin bir çox verxuşkası Rus dövlətinə işləyirdi, Rus agentləri idi. Cənab Prezident elə bir məharətli gediş elədi ki, bunu hərb tarixində bəlkə də hər adam edə bilməzdi. O, lazımsız adamları bir gecədə hakimiyyətdən uzaqlaşdırdı. Əvəzinə Türkiyədən gələn zabitlər və etibar elədiyi ətrafında olan zabitlər hərbiyə xidmət elədilər. Eyni hadisə 95-ci ildə mart hadisələrində olmuşdu və həmən o 95-ci il mart hadisələrinin iştirakçısı bir mənəm, bir də burada Çingiz müəllim var, KGB-nin generalı, bayaq bölümdəydi. Bax, biz onda da eyni ilə Ulu Öndər Heydər Əliyevin ətrafında sıx birləşdik. Çünki onda da indi olduğu kimi həm Xalq Cəbhəsinə, həm Sürət Hüseynova, nə bilim, həm Muğal Respublikasına, həm İrana, həm Rusiya işləyən çoxlu qüvvələr var idi. Və bugün Cənab Ali Baş Komandanımız İlham Əliyev böyük məharətlə, ustalıqla bu adımları uzaqlaşdırdı və eyni zamanda hərbidə, daxildə böyük ruh yüksəkliyi var idi. Çünki hərbi ilə xalq heç vaxt belə həmrəy olmamışdı. Və onlar Cənab Prezidentinin dəmir yumruğunun ətrafında sıx birləşdilər, bu qələbəni əldə edə bildik.